Bu həbsxanada hər məhbusun ağzı girişdə bir maşınla zorla açılır və bədənlərinə vaxt tənzimləməli bir bomba inyeksiya edilirdi. Əgər bir məhbus yerdəki sarı xətti keçərsə, xəbərdarlıq olaraq qarnına kəskin bir ağrı saplanırdı. Qırmızı xətti keçdiklərində isə içlərindəki bomba anında partlayırdı. Zəki biri olan John, hücrə yoldaşının mədəsinə bir maqnit yapışdırdı və yavaşca yuxarı doğru hərəkət etdirdi. Bomba da maqnitlə birlikdə hərəkət edirdi. Hücrə yoldaşı acı içində hər yeri titrəyərək qıvranırdı. Maqnit boynuna çatanda məhbus qəfildən öyüdü və ətrafındakı hər kəsi şoka saldı. Sonda içində gizli olan bombanı öskürərək çıxardı. Bu üsulun işə yaradığını görən məhbuslar dərhal öz bədənlərindəki bombaları çıxardılar. Bütün bombaları havalandırma kanallarına yerləşdirdilər. Ardınca isə yalandan saxta bir dava başlatdılar. Mühafizəçi tələyə düşdü və bütün bombaları eyni anda partlatdı. Bu onların şansıydı. Məhbuslar havaya uçan havalandırma boşluqlarına doğru dırmaşdılar. Mühafizəçi aldadıldığını anlayanda qəzəbdən dəliyə döndü. Dərhal məhbusların qaçış yolunu bağlamaq üçün yandırıcı buxar buraxdı.